2 istiqamətdən ailə büdcəsi toplanır. Atanın və ananın gəlirləri. Ancaq 4 istiqamətə xərclənir. Atanın şəxsi xərci, ananın şəxsi xərci, uşaqlara sərf olunan xərc və ailəyə sərf olunan xərclər. Burada amma bu orta statistik göstəricilərə əsasən orta səviyyədə yaşayan ailə büdcəsinin formalaşması sxemidir. Mən sizə belə bir şey deyim ki, ola bilər ki, ailədə uşaq olmaya bilər və yaxud da ola bilər ki, ailədə ana işləməyə bilər. Bunlara əsasən, yəni büdcə dəyişə bilir. Həm xərci, həm gəliri dəyişə bilir. Və ailə büdcəsində aktiv və passiv gəlirlər də var. Aktiv və passiv gəlirlər nədir bəs desəz müəllimə? Passiv gəlir, hardansa məsələn kredit götürürük, kimdənsə borc alırıq. Bu bizim passiv gəlirimizdir. Ancaq aktiv gəlirlər, deməli, bizim hansı ki qənaət etdiyimiz puldur və yaxud da maddi gəlirimizdir, sonra ailənin əmlakıdır, daha sonra ehtiyatda olan pul vəsaitimizdir. Yəni bizim maaşımızdır. Belə lor dildə desəm maaş alırıq. Bu bizim aktiv gəlirlərimizdir. Və aktiv gəlirlər sayəsində, nəticəsində biz passiv gəlirləri yerləşdiririk. Yəni passiv aldığımız pulu aktiv aldığımız, yəni gəlir nəticəsində passiv gəlirlərimizi biz deməli ödürük. Passiv də borc və öhdəliklərin məcmusudur. Və ev təsərrüfatının gəlirləri 4 qrupa ayrılırdı. Ev təsərrüfatının gəlirləri 4 qrupa ayrılır. Gəlin indi bunlara baxaq görək. Bunlara nələr aiddir? Biri əməyə görə ödənilən əmək haqqı forması kimi qəbul olunmuş gəlirdir. Məsələn, əmək haqqı forması kimi qəbul olunmuş gəlir nədir? İşləyirsən və sənə deməli vergi ödürsən və sonda o vergini əmək haqqı kimi sənə qaytarırlar. Bu bir gəlirdir, aktiv gəlir. Daha sonra istehsalın digər amillərindən istifadə hesabına gələn gəlirlər. Məsələn,